بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وصحبه أجمعين وبعد. Şeyx Süleyman Ruheyli Hafizallahın gözəl bir məqaləsindən qısa faydalar oxumaq istəyirəm. Həqiqətən çox gözəl bir məqalədir və hər birimizin ehtiyacı olduğu bir məqalədir. Və bu məqalədə də elm tələbələrinin tövhüdə dəvət etmək barəsində böyük məsuliyyəti alınır və şeyx buyurur ki: "Yəcibu alə mən təalləmət təvhidə ən yuallimən nəsə və la yetrukud dəvətə ilə't-təvhid bi hüccətil intizari şəhadəti əv təskiyyəti əbədən." Şeyx deyir ki, hər bir tövhidi bilənə vacibdir ki, insanlara tövhidi öyrətsin və tövhidi öyrətməyi təskiyyəsi olmadığına görə, diplomu olmadığına görə tərk etməməlidir. Özünə bəraət qazandırmamalıdır ki, mənim diplomum yoxdur və mən hansısa bir şeyx tərəfindən təskiyyə almamışam deyə mən insanlara tövhidi öyrədə bilmərəm. Amma lakin tövhidi bilir. İnsan tövhidi bilirsə, mütləq şəkildə tövhidi öyrətməlidir. Və həzə, ya ixvə, deyir, ey qardaşlarım, yəcəlu ələ əhli tövhidi məsuliyyətən azimə. Deyir, beləcə tövhidi bilən, tövhid əhlində böyük məsuliyyət gərəkdirir, ey qardaşlar. Mən rəzəqəhullahu tövhidə məbni alə kitabı və sünnə. Kimdə isə Quran və sünnə üzərə bina edilmiş tövhid varsa, Allah Subhanahu taala onu tövhidlə ruziləndirmişdirsə. Çünki şeyx burada diqqətə çatdırır ki, dəvət olunan tövhid, Allahın ruziləndirdiyi tövhid nə ki Quran və sünnə üzərədir. Kəlam əhlinin və yaxud da əşarilərin, məturidlərin, rafizlərin, cəhmilərin özlərindən gətirdiyi, peyda etdiyi tövhid yox. Quran və sünnə üzərə bina edilmiş tövhid. Quran və sünnə üzərə kim bina edilmiş tövhidlə Allah onu ruziləndirmişdirsə, ona vacibdir ki, onun üzərində böyük bir məsuliyyət var ki, o insanlara həmin tövhidi çatdırsın. Buyurur ki, şeyx, yənbəği və yəcib, gərəkdir və vacibdir. Ən yuallimən nəsə, insanlar öyrədilsin. Yəcibu ən yuallimən nəsə təvhidə izə zəhəbə ilə bilədihi. Bir insana vacibdir ki, öz ölkəsinə getdikdə insanlara tövhidi öyrətsin. İzə cəəhu qovmun min bilədihi iləl həcci, iləl umra, iləl ziyarəti yuallimuhumut tövhid. Deyir, insanlar, bir toplum onun yanına gəldikdə, həccə, ömrəyə və onu ziyarətə gəldikdə onlara tövhidi öyrətməlidir. Əmmə yəti ba'dun nas yəqul. Lakin bəzi insanlar var, gəlir belə deyir: La tuallimuhumut tövhidə hətta yüzəkkikəl uləmə. Deyir, xeyr, o insanlara tövhidi öyrətmə. Hətta səni alimlər təskiyyə etməyənə kimi. Yəni gözlə yenə alimlərdən sənə təskiyyə gəlsin ki, sən artıq bu işin əhlisən, sən tövhidi yaymalısan və dəvətə etməlisən, ondan sonra başlamalısan. Və yəbqən nəsə alə şirk, və beləcə deyir, insanlar şirk üzərində qalmış olur. Həzə cəhlun, şeyx buyurur ki, bu böyük bir cəhildir. Daha doğrusu bu cəhildir, cahillikdir. Mən təalləmət təvhidə vəcəbə aleyhi şər'ən ən yuallimən nəsə təvhid. Kim tövhidi bilirsə, şəri olaraq onun üzərinə vacibdir ki, o insanlara bildiyi tövhidi öyrətsin. Və izə rəahum alə şirk yəqul, və onların şirk üzərinə görəndə deyir ki, ənə lə ziltu həttə əhsulu alə şəhədətul ulyə əv əhsulu alə şəhədəti min şeyx. Və o deyir ki, mən dəvət etmirəm, hətta böyük diplomlar əldə etməyənə kimi. Bakalavanı və s. magistraturlarını
qurtarmayana kimi dəvət edən deyiləm. Doktoratlarını qurtarana kimi dəvət edən deyiləm. Qoy bunlarla məşğul olum, bunları əldə edim, sonra başlayaram dəvətə və yaxud da ki, hər hansı bir şeyx məni təzkiyə etməyənə kimi, mənə şahidlik etməyənə kimi elmə dəvət edən deyiləm. Bununla bərabər insan şahid olur ki, və ara əbi yüşrik və ummi tuşrik və uxti tuşrik və əbqa ətəfərrəcu alə qovmi yüşrikunə billəh. Və deyir, mən görürəm ki, deyir, atam şərik qoşur Allaha və anam şərik qoşur, bacım şərik qoşur. Mən də beləcə qalıram Allaha şərik qoşan qövmün içərisində və Allaha şərik qoşan qövmün içərisində. Və deyirəm ki, və əqul hətta uzəqqə və deyirəm ki, qoy hələ mən təzkiyə olunum. Mənə təzkiyə verilsin. Lə vallahi, Şeyx amca, vallahi belə deyil. Belə icazəli deyil. İnsan tövhidi bilsin və onun ətrafında Allahın haqqı tapdalansın və onun ətrafında Allaha böhtan atılsın, Allahı qədri, şanı aşağı salınsın, Allah layiqincə qiymətləndirməsin və sonra insan gözləsin ki, kimlərdənsə böyük alimlərdən və yaxud da hansısa universitetlərin təzkiyə alacaq. Şeyx deyir ki, belə deyil. Əksinə vacibdir ki, bəlil vacibu ən yəd'uvən nəsə ilə tövhid. Lakin deyir, insana vacibdir ki, tövhidə insanları dəvət etsin. Və ən yuallimət təvhidə, ən yuallimən nəsə bit-təvhidə bi-miqdari ilmihi. Və ona vacibdir ki, insanlara bildiyi tövhiddən bildiyi miqdarda öyrətsin. Və lə yəsid alə zəlik. Və bunun üzərinə əlavə etməsin. Yəni, insan elə düşünür ki, tövhidi daha bütöv şəkildə öyrənməliyəm, məsələləri yerində bilməliyəm və s. Bunun üçün birinci kiçik kitabdır ki, tövhid kitablarından başlamalı və böyük məsələlərə gedib çıxmalıyam, sonra insanlara yox, xeyr. İnsanlara bildiyi öyrənməyin sən vacibdir tövhid barəsində və bildiyindən artıq içinə öyrətməginə, əlavə etməginə. Vacibün azim ya ixvat. Şeyx buyurur ki, ey qardaşlarım, həqiqətən bizə vacib olan əzəmətli bir işdir. Biz mükəlləf olduğumuz əzəmətli bir işdir. Əhl-i şər yectəhidunə leylən və nəharan yuallimunən nəsə şirk, yuallimunən nəsə bid'a. Deyir, şər əhli gecə, gündüz çalışqanlıq göstərərək insanlara şirk və insanlara bidəti öyrədir. Və nəhnu nuridu min əhli sünnə ən yətəqasu həttə təşibə lihiyəhum və yəqul həsəndən ilmə. Lakin deyir, biz əhl-i sünnədən gözləyirik ki, onlar deyir, saqqalları ağarsın və sonra desinlər ki, artıq biz elmə hasil olduq. Yəni, elm bizdə hasil oldu, indi dəvət etməliyik. Və o azdırılan insanların haqqı necələz? Məyər onlar tövhid çatdırılmamalıdırmı? Öyrədilməməlidirmi? Bax, həqiqətən biz baxaq, görək necə şər əhli öz şərlərini yalmağa hərisdirlər. Baxsın, görəsən insan qəbirə, quburiliyə çağırır, sufiliyə çağırır. İnsanları Allahın dinindən olmayan şeylərə çağırır. Bunda insan çalışqandır, gecəsini gündüzə qatır, dəvət altında. Sən isə tövhid əhli olduğun halda niyə bu dəvətdə, Allaha çağırmaqda payın olmasın, Allaha dəvət etməkdə Allahın dininə bir yardımın olmasın. Allah Subhanahu taala buyurur ki: "Və men əhsenu qawlen mimmen da'a ilallah." Allaha çağırandan gözəl söz sahibi kim ola bilər? Axır davana velhamdülillahi rabbil alamin.